Salam uşaqlar, sabahınız xeyir olsun. Deməli, bugün festivala gedirik. Ona görə mən Astardan Lənkərana, Lənkərandan isə Bakıya gedirik, yəni içəri şəhərə. Bugün festivaldır, xalça festivalı. Onun üçün də birinci sən insan olaraq yəni gedirəm, gecikdirirəm. Həmişə özümü gecikdirməyi bacarıram. Nəysə, bağlayım. Baxayım günümüz necə keçir. Bəli uşaqlar, reys saat 7-də yola düşəcəyinə görə mən də tezdən getdim əmim vasitəsilə və oturanda artıq 9-u işləmiş zaten getdi. Oturmuşdu, biraz digər uşaqlar gecikmişdi, ona görə biraz gözləmək olurdu. Sonra yola düşdük, maraqlı musiqilər, sadələr altında. Çox da maraqlı idi, çox da bəyəndim. Yəni çox da enerjili idi. Mənim üzümdən o qədər də enerji axmasa da, yağmasa da şey edirdik də, yəni maraqlı idi mənim üçün, çox fərqli idi. Yaşıdlarım yox idi, amma istər-istəməz də əksər tələbələrin hamısını demək olar ki, tanıyırdım və nahar vaxtı da yol üstü restoranda oturduq. Ən əsası gözəl bir enerji topladı. İnteryeri də çox qəşəng idi həmin yol üstü restoranın. Elə bir qaydanda da elə bir orada da şirniyyatlarda yedik, amma gedişdə də elə bir naharımızı da elədik. Belə niyə eləyirəm bilmirəm, nəsə boş verin. Və təzədən yola düşdük. Musiqidə həqiqətən tam fərqli idi, maraqlı idi. Hər növ, hər cüzdən var idi və bu da yolu daha da maraqlı edirdi. Yəni təkcə uzun yolları doğma olan insanlarla deyil də, tanıdığın, sadəcə eyni mühitdə olduğun insanlarla da getməyin havası tam başqa olur. Yəni əksəriyyəti bizim ixtisasın uşaqları idi. Bilmirəm orada niyə qəribə baxıram. Yəni həqiqətən maraqlı idi mənim üçün də. Gedişdə biraz problem heç yaşamadıq. Gəlişdə biraz problem yaşadıq. O da normaldır. O da bizim göz buncuğumuz olsun. Amma ümumi hava çox qəşəngdir. Çalışacağım musiqi səslərini daha aşağı tempdə salım. Çünki YouTube sağ olsun belə şeyləri telif haqqı verir mənə, müəllif hüquqlar deyir. Amma həqiqətən retro musiqilər çox qəşəngdir. Yəni artıq yaxınlaşırdıq. Bakıya çox qəşəngdir də, yəni. Yavaş-yavaş artıq hiss edirdik ki, artıq biz festivala gedirik. Burada qrup şəklində elə bir hücuma gedirik, elə bir hava var. Çox maraqlıdır. Bəli. Görsən, ayağımız şey olubdu. Sorry, ondan olubdu. Ayağımız yara oldu. Az yox, yüngül olubdu. Burada izləyilir. Mən az rus dili bilmirəm, mənim günahım nə idi? Burada gördüyünüz hissədə digər ölkələrin yarmarkaları var idi, yəni xalça nümunələri var idi. Mən də burada tripodu elə tutmuşam, əlimdə elə bir əksinə olmalıdır, tripodla telefon tutmalıydım, nəysə. Allahım! Əsəbləşirsən sən. Sən niyə əsəbləşirsən? Qaçdı getdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin xalça, eskiz nümunələri çox qəşəngdir və çox da bəyəndim. Yəni baxa-baxa zövq aldım və heykəli də çox bəyəndim. Ümumiyyətlə oranın ab-havası, yəni məni orada saxlasalardı qalardım. Yəni o qədər qəşəng idi. Hələ bu tərəfi demirəm. Xalçaların yerlərdə sərilməsi, yəni hər şey çox qəşəng idi. Həqiqətən zövq aldım. Və nə yaxşı dedim ki, yəni getdim də, yəni. Baxın, necə də qəşəngdir, rənglərin alvanlığı, naxışların forması, şəhərin özünün tanki, yəni ümumiyyətlə çox qəşəng idi. Baxın, yəni həqiqətən bir sözlə. Zaten görürsüz. Uşaq əməli başlı fəryad edir orada. Düz başımın üstündən dron uçdu, ona görə elə reaksiya verdik. Sanki həyatımızda heç dron görməmiş kimi. Maşınların da hətta sərgilənirdi. Burada yarış maşınıdır. Digər hissədə traktor idi. Onu elə bir əməli başlı naxışlarla bəzəmişdilər, xalça elementləri ilə. Onu çəkə bilmədim. Niyə çəkmədim bilmədim, yadımdan çıxdı. Amma bu çox qəşəng. Burada da toxuyurdular. Hətta digər uşaqlar toxumağı yoxladılar, yəni icazə verirdilər. O əsnada sadəcə mən çəkməyi seçdim.
Say 3 manatdır. Bəlkə çox vermirsən onu. Şəkil. Burada maraqlı şeylər var. Bəli, biz buradayıq. Nice. Sən kimsən? Oo, baba. Çıqqılı kitablar. Nə boydadır? Hanı? Məsələn, burada elə kitablar var ki, tanıyırıq bunları. Məsələn, burada Konfutsin kitabı var. Allah. Konfutsin özü Çin şeydir. Şeydir. Ama Pushkin'in əsərləri var. Aleksandr Sergeyeviç Pushkin. Yakub Kolas. Məryəm ananı görürəm burada. O böyük ehtimal incirlərdir, Patriklərin incirlərdir. Ola bilər yəni. Afansinsə, Çüdesa Sırata. Sıracıya. Oo, bu nə? Miniatura. Gözlədiyimiz boyda. Bu nədir belə? Çox qeyri-adi, fərqli. Bunun tipini heç sevmədim, amma çox maraqlı görürsən. Çox maraqlıdır. Deməli, bu yolla addımlayırıq. Səninlə bir yerdə. Bəli. Bəli, qalxırıq. Yoruldu deyə yeriməkdən. Ayağlarımız getmişik. Vallahi. Çok maraqlıdır. Deməli, bu vəziyyətdə biz Bu vəziyyətdə gedirik, üşüyə gedirik. 2 dənə alıb pis oldu, amma bu vəziyyətdə biz çəkirik. Ölürük. cəmaət yeriyim, burasında video çəkirəm. Eybi yoxdur. Düzələm. Deməli, gedirik inşallah. Bu da qaçır bu oğlan, hara qaçır bilmirəm. Gah bu tərəfə gedir, gah o tərəfə. Deməli, Bakıda qaçmamışdıq, onu da elədik. Bakıda Allah! qaçdığımız gün qalmışdı, onu elədik. Vallahi hə. Avtobusa cərimə yazdılar, bəli uşaqlar. Qaç, cərimə yazdırmayın özünüzə. Qaç, qaçıram mən. Maratonda qaçışlarla yalandır. Yalandır. Bəli, actionlı bir gün. Şu qaçırıq da gör. Dudu qaçır. Qaçış. Qaçın. Rezil olduk baba. Vəziyyət odur da yəni. Uşaqlar, niyə mən məqamasın? Gəl tez olsun. Uşaqlar. Sumaya Rəvənə, Nurcan, Solmaz, Təhnə, İzaq Qaryalı. İstəyirsən məndən yığa bilərsən. Yox, sonra belə sonunda elə yığmıyor. Hava çox soğuk. Nə qarın?
əlləri ilə, bu qızımız əziyyət, bu şirin barmaqları ilə görsüz, görsüz. Müəllimə də kömək edir. Müəllimə boş qulluqdur. Ya, baba. Baba, düz elə, düz. Mən olsaydım atmışdım. Səni qırmayım, mən də qoyum belə. Ya. Necə gəldi? Ya. Nə? Yo, buna da vlog biraz qəribə oldu, fərqindəyəm, amma dedim ki, heç olmasa atım. Həm mənə xatirə qalsın, həm sizə də günümün necə keçdiyini və festivalla bağlı görüntülər sizinlə bölüşməyə çalışdım. Çox qəşəng idi. Həqiqətən İçəri şəhər zaten özü tam başqa bir gözəlliyə sahib idi, amma festival abu-havasında tam fərqli idi. Çox gözəldir həqiqətən. Ümid edirəm ki, sizlər də bəziləriniz orada iştirak etmişdi. Yəni həqiqətən hər il olan bir şeydir. 2 may, 3 ay, may aralıqlarında. Birində elə bir 3-ün kimi olan bir şeydir. Yəni hətta getmək istirdim və getdim. Sizə də qısa-qısa təsvirlər də göstərdim. Hər birinizə uğurlar, sevin. Əsas o da ətrafınızdakı insanları gözəlləşdirin və gözəl görməyə çalışın. İlk növbədə özünüzdən başlayın. Digər videolarda görüşənə dək hələlik.